Salam dəyərli izləyicilər, 2 mərtəbə arası kəmər betonu olan 5 otaqlı evimizin təqdimatına gəlmişik. 4 sotda yerləşir, gördüyünüz kimi belə bağ hissəsi. Dostlar, evimizin bu arxa hissəsidir. Zabor çəkilib, arxada bir 3 sot yer buraxıb. Plus evin qabağında da bir 3-4 metrə qədər boş həyət qalıb. Yəni evin bir tərəfində qaraj nəzərdə tutubdu. Maşın girdi, yəni bu evin arxa tərəfidir. Qabağı yoladır birbaşa. Maşın girdi rahatlıqla qaraja. Evin qazı işığı var, atmalar atılıb, mərtəbə arası kəmər, pəncərə, qapı qoyulub, amma qalan iş qalıb. Qapı qoyulmayıb, üzr istəyirəm. Kombi sistemi çəkilib, bir də atmalar atılıbdı. Yüngül formada bir dənə evim. Buradan bax göstər, bax yerdə kombi xəttlər görünür. Bu da atmaları 5.20-dir. Kəmərlə bütün mərtəbə arası, həm də içəri otaqlar da hamısı kəmərləndir. Təkcə kurqom kəmər deyil. Belə bir ev. Yerləşmə yeri Binə qəsəbəsi Məxməri çay evi deyirlər. Məxməri çay evinin tam yanında, Ülvidən biraz sağa. Buyurun tələsin. Qiymət 53.000 manat.